Salam əzizləyicilər. Bu videoda 11-ci sinif din testindən müxtəlif mühitlərdə sabit cərəyana aid B variantının izahını verəcəm. Xatırladım ki, 11-ci sinifdən 1-ci bölümə aid 3 variantında izahını paylaşmışam. Həmçinin bu bölümə aid A variantının izahını paylaşmışdım. İndi B variantına baxırıq. Müxtəlif mühitlərdə elektrik cərəyanına aid çox fərqli və maraqlı suallar var. Qəbula düşmə ehtimalı çoxdur. Başlayaq ilk sualla. Sxemi tamamlayın. Aşkarlı keçiricilik. Ümumiyyətcə, aşkarlı keçiricilikdə keçiriciliyin iki növü var. Burada bir var. Donor aşkarlı və akseptor. Donor aşkarlı olanda əsas yük daşıyıcı elektronlardır. Qeyri-əsas yük daşıyıcı isə deşiklərdir. Amma akseptor aşkarda əsas olan deşiklərdir. Qeyri-əsas isə elektronlar. 2. Eyler-Venn diaqramda uyğun bəndləri müəyyən edin. Əsas yük daşıyıcı elektronlardır. N negativ olduğuna görə bu N tipə aiddir. Əsas yük daşıyıcı deşiklərdir. Bu P tipə aiddir. Aşkarlı yarım keçiricilikdir. Hər ikisinə aiddir. Donor aşkarlama nəticəsində donor N tipi olur. Ona görə 4 buradadır. Akseptor 5 də buradadır. Əgər cavabı 1, 2, 3 kimi istəsəydi və adətən bu formada verir. Bura 1 olur. Bura 3 olur. Burada 2. Cavabı belə yazardıq. 1, 4, 2, 5 və 3. Üçüncü sual. Mis SO4 məhlulu olan 3 eyni elektrolit vanlar sxemdə göstəricimiz sabit gerilim mənbəyinə qoşulmuşdur. Kaçarın qapadıqda məhlulda eyni zaman ərzində katodlar üzərində ayrılan misin kütləsi necə dəyişər? Birincisi, hal-hazırda baxanda bunların hər birinə R kimi baxsam, açarın açıq vəziyyətində bunu R1 yazıram. R1 bərabərdir 2R'dir. Açarı qapayandan sonra isə müqamət olur. Deməli, R2 bərabərdir. Bura artıq paralel olduğuna görə R1 2 olur. Olur 1,5 R. Müqamət azaldı. Müqamət azaldısa, ümumi cəryan şiddəti artdı. Və ümumi cəryan şiddəti artdığına görə, məsələn, başlanğıcda cəryanı bu şəkildə yazırdım. I bərabərdir. Buradan I1 bərabərdir I2. O da bərabərdir. U bölünsün 2R idi. İndi isə I2 bərabərdir. U bölək 1,5 R. Yəni ikincidən keçən cəryan şiddəti artdığına görə ikinci vannada kütlə artar. Neçə dəfə artar? Bu məxrəc 2 idi, 1,5-ə gəlib 2-də 3 dəfə, yəni 2-də 3 dəfə deyə bilərikmi? 2 bölünsün 1,5, yəni 3-də 4 dəfə artar, belə deyək. Gəldik birinciyə. Birinci və ikinci başlanğıcda eyni idi. İndi isə bu şəkildə olacaq. Yəni 2 yerə bölündüyünə görə belə yazacağam. I1 bərabərdir I3, o da bərabərdir U bölünsün 3R. Başlanğıcda U bölək 2R idi, indi U bölək 3R olduğuna görə birinci vannadakı azalar. Deməli, yalnız 1 və 2 qoşulmuşdu. Üçüncü vannada ayrılmırdı. Üçüncüdə 0 idi başlanğıcda. Açarı qapadıqdan sonra məhlul eyni zaman ərzində katodlar üzərində ayrılan misin kütləsi necə dəyişdi? İkinci vannada ayrılan kütlə artır. Çünki cəryan şiddəti artıb. M-in düsturu M bərabərdir KIT-dir. Birinci vannada azalıb, çünki oradan keçən cəryan şiddəti azaldı. Yəni başlanğıcda cəryan yalnız 1-dən 2-yə keçirdi, 1 və 2-dən, amma açarı qapayandan sonra 3-ündən də keçir. Ona görə müqamət başlanğıcda 2R'dir, sonra isə 1,5 R olacaq. Səhv eləmirəmsə, OTK imtahanlarının birində bu tip bir sual var idi. Elə eyni sual və burada da 1 və 2-ci vandan soruşur. Çünki 3-cü vanla sonradan qoşulur və 1-də azalır. Çünki 1-dən keçən cəryan azaldı, 2-də isə artır. Çünki başlanğıcda 1 ilə 2-də cəryanlar eyni idi. İkisi də U bölək 2R idi. Buranı U götürsəm sabit olaraq. Daha sonra 2-dəki cəryan şiddəti artdı. Oldu U bölək 1,5R. Və bunu 3-də 4 dəfə artdı deyə bilərik. Amma 1-də olan cəryan şiddəti isə azaldı. U bölək 3R oldu. Çünki 2 bərabər yerə bölünür. Yəni U bölək 1,5 2 yerə bölürük. Ona görə də 1-dəki azaldı, 2-dəki isə artdı.
4. Sabit cəryan mənbəyinə 4 eyni lampanı və 2 yarımkəsis diod qoşulmuş sxem göstərilmişdir. Hansı lampaların yandığını müəyyən edin. Buradan müsbətdən başlayıram. Bilirəm ki, yarımkeçirici diod müsbətdən mənfi olanda cəryan keçirir. Yəni, məsələn, buradan cəryan keçməyəcək. Cəryan bu şəkildə buradan gəlir. Bu hissədən buradan cəryan keçir. Keçib bura. Buradan da cəryan keçdiyinə görə 2 xaric bütün lampalar yanar. Çünki buradakı yarımkeçirici diod düz qoşulub. Ona görə də 1, 3 və 4 yanacaq. 5. Elektroidlərdə xüsusi müqavimətin temperaturdan asılılığı bu şəkildədir. Temperatur artdıqca azalır. Rho sıfırdan başlayır. Burada rho bərabərdir. Rho sıfır vurulsun. 1 çıxılsın. Alfa T düsturudur. Metalların əksi. 6. Verilmiş mühitlərdə elektrik cəryanı təsirləri üçün doğru bəndləri müəyyən edin. Elektroidlərdə kimyəvi təsir, maqnit təsiri, istilik təsiri. Burada maqnit təsiri hər birində var. Ona görə 1 doğrudur. Qazlarda kimyəvi təsir, istilik təsiri. Bu maqnit təsiri mütləq olmalıdır. P tip yarımkeçiricidə maqnit təsir, istilik təsiri. Bu da doğrudur. İfrat keçiddə istilik təsiri yanlışdır. Metallarda maqnit təsir, istilik təsiri doğrudur. Cavab 1, 3, 5'dir. 7. Sabit gərginlik mənbəyinə qoşulmuş termistorun müqavimətinin temperaturdan asılı qrafiki verilmişdir. Mənbəyin sıxaclarında gərginlik 8 voltdur. Ampermetr termistordan keçən cəryan şiddətinin 2 mA olduğunu göstərdiyi anda temperaturu müəyyən edin. Öncə buradan müqaviməti tapırıq. R bərabərdir. U bölünsün I. Kəmiyyətləri yerinə qoysam 8 bölünsün 2 vuraq 10 üstü mənfi 3. 4 vuraq 10 üstü 3. Yəni 4'dür. 4 olan qiymətə baxsam 4 olan qiymət bura düşür. 40 ilə 80 arasında da bu 20 artdığına görə 60 sonra 80-dir. Ona görə temperatur 60 Selsidir. 60 dərəcə Selsi. Situasiya sualı. Sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyun. Burada verilmiş məlumatlardan istifadə 8-10 sayılı tapşırıqları yerinə yetirin. Müqavimətləri 10 ohm və 20 ohm olan rezistor tutumu 2 mikrofarad olan kondensator EHG-si 24 volt, daxili müqaviməti 2 ohm olan sabit cəryan mənbəyinə qoşulmuşdur. K-çarı açıq olduqda voltmetrin göstərişini müəyyən edin. Deməli, K-çarı açıq olduqda mənbəyə qoşulmuş voltmetr EHG-ni ölçür. Yəni göstərişi olacaq elə EHG-nin göstərişi qədər 24 volt. K-çarı qapalı olduqda R2 müqavimətli rezistordan axan cəryan şiddətini hesablayın. Buradan R2-nin yanında kondensator olduğu üçün oradan keçən cəryan sıfıra bərabərdir. Oradan cəryan keçməz. Yəni I2 bərabərdir 0'dır. K-çarı qapalı olduqda voltmetrin göstərişini hesablayın. K-çarı qapalı olduqda voltmetrin göstərişini tapmaq üçün öncə I-ni tapmalıyam. I bərabərdir epsilon bölünsün R üstə gəl kiçiyir. Epsilonun yerinə burada əslində U-nu da hesablamadan U-nun düsturunu yazsam. U da bərabərdir I R-dir. O zaman düstur belə olacaq. Epsilon vurulsun R, R üstə gəl kiçiyir. Və burada belə bir şey var. Cəryan keçən hissə yalnız R1 olduğuna görə R dediyimiz R1 olacaq. Yəni ifadələrdəki R-lərin yerinə R1 yaza bilərəm. Epsilon 24'tür. R1'in yerinə 10. Kiçik müqavimət də 2 olduğuna görə bu da olur 12. 24'ü 12'ye bölü 2, 2 dəfə onun 20 volt. K-çarı qapalı olduqda voltmetr gərginliyi ölçür, gərginlik də 20 volta bərabərdir.
Bu bir üsuldur. U-nu birbaşa bu düsturla tapdım. Tam bal verilir belə yazanda. Və yaxud da ki, i-ni ayrıca taparam. i bərabərdir epsilon bölək r1 üstəgəl r. Çünki yalnız r1-dən keçir. Yəni 24 bölək 10 üstəgəl 2. Cəryan şiddəti olur 2 amper. Sonra u-nu tapanda u bərabərdir ir. Bu da bərabərdir 2 vurulsun 10 20 volt. Ya da u bərabərdir epsilon çıxaq ir. Yəni 24 çıxılsın 2 vurulsun 2 yenə vurur 20 volt. Hansı üsuldan istəyirsiniz tapa bilərsiniz. Ən əsası K-çarı açıq olduqda voltmetr EHG-ni ölçür, qapalı olduqda isə gərginliyi. Və qapalı olduqda R2-dən cəryan keçmir. Qapandıqda ani olaraq kondensator bir dəfə dolub boşalır, amma qapalı olduqda R2-dən cəryan keçmir. Ona görə R2-dən keçən cəryanı 0 götürdük. 11. Gərginlik hansı cihazla ölçülür? Gərginlik voltmetrlə ölçülür. Reostat cəryan şiddətini tənzimləyir. Elektroskop cisimlərin elektriklənməsi müəyyən edir. Wattmetr gücü ölçür. Ampermetr cəryan şiddətini. 12. Zəif işıq selini ölçmək və qeydə almaq üçün istifadə olunur. İşıq seli deyirsə, işıqda foto olmalıdır. Fotorezistordan. Foto alışma ola bilməz. Bu ölçən bir cihaz deyil. 13. Mənfi yüklü metal kürəni yerlə birləşdirdikdə hansı işarəli yüklər hansı istiqamətdə hərəkət edir? Mənfi yüklər yerə doğru hərəkət edir. Mənfi aşağı. Ümumiyyətcə, müsbət yüklər burada hərəkət edə bilməz. Hərəkət edən yalnız mənfilərdir. 14. Qrafika əsasən naqilin müqamətini tapın. R bərabərdir. U bölünsün i'dir. Hər hansı bir nöqtədə, məsələn, buradan baxsaq, 8 bölünsün 4 olur 2 ohm. 15. Metallarda elektrik cəryanı ibarətdir elektronların istilik hərəkətindən, sərbəst elektronların nizamlı hərəkətindən. İstilik hərəkət ola bilməz, çünki o nizamsızdır. 16. Elektrik zəncinin şərt işarəsi B bəndidir. A bəndi elektrik lampasıdır. D əriyən qoruyucudur. E reostatdır. C də rezistordur. 17. Verilmiş naqildə cəryanın gücünün gərginlikdən asılı qrafiki. Verilmiş naqil R bərabərdir. Konstant deməkdir və cəryanın gücü P bərabərdir. U kvadratı bölək R ilə gedirik. U-dan kvadratik düz asılıdır. 18. Hansı qurğudan işıq enerjisini elektrik enerjisinə çevrilir? Bu da galvanik element değil, fotoelementdir. 19. Qısa qapanma nədir? Xarici müqavimət azaltdıqda dövrdə cəryan şiddətinin kəskin azalması deyil, xarici müqavimət azaltdıqda cəryan şiddətinin kəskin artmasıdır. Ya bu necə olur əslində qalsa? R bərabərdir 0 olanda cəryan şiddəti kəskin artır. Və buna qısa qapanma deyirik. Ya da mənbəyin müsbət mənfisi heç nəsiz bir-birinə toxunur. 20. Dövrdə cəryan gücü hansı cihazla ölçülür? Güc watt metrlə ölçülür. Şərt işarəsi bu şəkildə idi. 21. Elektrik lampasının şərt işarəsi hansıdır? C variantıdır. Biraz solğun düşüb. Məsələn, A bəndində belə bir cihazdır. Əriyən qoruyucudur. Üzr istəyirəm, qızdırıcı elementdir. D bəndində elektrik zəngidir. E bəndində cəryan mənbəyidir. B-də isə əriyən qoruyucu. Elektrik lampası buradadır. 22. Cəryan şiddəti və gərginlik sabit olduqda verilmiş naqildə ayrılan istilik miqdarının zamandan asılılığı zamanla düz mütənasibdir. Çünki Q bərabərdir IUT-dir. 23. Metal naqilin müqamətini necə azaltmaq olar? Müqamətin düsturu R bərabərdir rho L bölünsün S-dir. Uzunluğu artırmaqla müqamət artırılır. Bizə azaltmaq lazımdır. 1 olan cavabları atdıq. Uzunluğu azaltmaqla və temperaturu azaltmaqla 4. Cavab 2, 4. Çünki R-in temperaturla əlaqəsi də R0 vurulsun 1 plus alfa T-dir. Metalları qızdıranda müqaməti artır, soyudanda isə azalır. Azaltmaq lazım olduğuna görə soyutmamız lazımdır. 24. R1 1, R2 2, 3 3, 4 də 4 ohmdur. 4 naqil şəkillər üçün birləşdirib adi nöqtəsində mənbəyə qoşulmuşdur. Dövrənin ümumi müqamətini hesablayın. Öncə baxıram ki, bu üçü ardıcıl qoşulub A ilə D arasında. Ona görə R1, R2, R3 toplanır. Yəni, ardıcıda toplandığına görə 1 üstəgəl 2, üstəgəl 3. Bu oldu 6. Aşağıda da 4 onunla paraleldir. Bunu ayrıca xəttin üstündə götürürəm. Ona görə belə yazacağın 6 vurulsun 4, 6 üstəgəl 4. 24 bölək 10, cavab 2,4. Belədir.
Öncə mavi xəttin üstəki 3 dənəsi ardıcıl olduğuna görə ardıcılları topladıq. Çünki R ardıcılı belə tapırdıq. R1, R2, R3. Sonra paralellərə baxdım. 2 dənə fərqli paralel olanda bu düsturla yazırıq. R1, R2 bölək R1 üstəgəl R2. Burada R1-in yerində R ardıcıl oldu. Ona görə R ardıcıl vuraq R4 bölək R ardıcıl üstəgəl R4. 25. Ümumi baza sxemi üzrə yığılmış yarımkesit tranzistorda baza cərəyan şiddəti 3 mA, kollektorda isə 12-dir. Emitteri tapın. Tranzistorun belə bir düsturu var. I emitter bərabərdir. I baza üstəgəl I kollektordur. Yəni 12 üstəgəl 3 cavab olur 15 milliamper. 26. Qalvaniq elementin EHG-si 3, daxili müqaviməti 0.5, dövrənin xarici müqaviməti 1-dir. Dövrdəki cərəyan şiddətini hesablayın. I bərabərdir. Epsilon bölək R üstəgəl kiçik r. Yəni 3 bölünsün 1,5. Cavab olur 2 amper. 27. Sabit cəryan mənbəyinə qoşulmuş metal naqildən keçən cəryan şiddətini necə azaltmaq olar? Cəryan şiddətini azaltmaq üçün I bərabərdir U bölək R, o da bərabərdir US bölək rho L'dir. Deməli, naqili qızdırmaqla cəryan şiddətini azaltmaq olar, düzdür. Çünki naqili qızdıranda I bərabərdir U bölünsün R0 vuraq 1 plus alfa T düsturu da var. Yəni, müqavimət artdıqca şiddət azalır. Ona görə naqili qızdırmaqla cəryan şiddətini azaltmaq olar. Və uzunluğu artırmaqla, çünki uzunluqdan da tərs asılıdır. Çox maraqlı sualdır bu, qəbula düşə bilər. 28. Hansı fayda doğrudur? Temperaturu azaltdıqda elektrolit məhlulun müqaviməti artır. Doğrudur, çünki elektroliti qızdıranda müqaviməti azalırdı, soyudanda artır. Yarımkeçircilərin müqaviməti dəyişmir, yanlışdır. Yarımkeçircilərin müqaviməti azalır, yanlışdır. Yarımkeçircinin müqaviməti qızdıranda azalır, soyudanda artır. Metalların müqaviməti artır, yanlışdır. Metalların müqaviməti azalır, doğrudur. Cavab 1, 6-dır. Deməli, elektroliti soyutduqda müqaviməti artır, metallarda isə azalır. 29. Sərbəst yük daşıyıcısı üçün uyğunluğu müəyyən edilir. Qazlar. Qazlarda elektronlar, deməli, müsbət mənfi ionlar və elektronlardır. A variantıdır. Vakuum lampasında termoelektrondur. Yarımkeçircilərdə isə elektronlar və deşiklərdir. 30. Uyğunluğu müəyyən edin. Vakuum diodunun voltamper xarakteristikası, vakuum diodunda voltamper xarakteristikası D bəndidir. Yarımkeçirici diodda voltamper xarakteristikası B bəndidir. Qazlarda isə C bəndidir. A bəndi ifratdır, ifrat keçirici. Sonra E bəndi metallardır. B yarımkeçirici dioddur. C qazlardır. D isə vakuum diodudur. Voltamper xarakteristikası. Beləcə, deməli B variantına aid 30 sualın izahını yekunlaşdırdım. Növbəti videoda ardından da sizinlə paylaşacağım. Hər birinizə uğurlar, sağ olun, növbəti videoda görüşənə qədər.